Biləsuvarda tanınmış şair və yazıcı Səlamət Biləsuvarlının yeni kitabının təqdimat mərasimi keçirilib. Müəllifin sayca 6-cı əsəri olan Yurdumun Elm Adamları kitabı Azərbaycanın müxtəlif elm sahələrində fəaliyyət göstərən Biləsuvarlı alimlər, fəxri adlara layiq görülmüş ziyalılar və eləcə də kitab müəllifləri haqqında geniş məlumatları özündə birləşdirir. Müəllif Səlamət Biləsuvarlının çıxışında bildirilib ki, bu kitab vasitəsilə elmə, ziyalılığa, bilik və zəhmət, hörmət hissini oxuculara çatdırmaq istəmişəm. Əsərin ərsəyə gəlməsində mənə dəstək olan hər kəsə təşəkkür edirəm. 6-cı kitabımdır. Əvvəlki kitablar şeir kitabı olsa da, poeziya, həvəskarlar üçün. Amma bu kitabda qarşımıza məqsəd qoyduq ki, Biləsuvar igidlər, qəhrəmanlar yurdu kimi tanınır. Həm də bunun tanınmış alimləri var. Və bununla bərabər Yurdumun Elm Adamları kitabında 3 bölümdən ibarətdir. İkinci bölüm isə fəxri adı olanlardır. Bu kitabda fəxri əməkdar müəllimlərdir, əməkdar həkimdir, əməkdar mühəndislərimiz haqqında informasiya vermişik gələcək nəsillər üçün. Və bir bölümdə alim olmayıb, yəni müdafiə etməyən, lakin elmi kitabları olan müəlliflər haqqında informasiya vermişik. Orta məktəb müəllimlərimiz var, liseydə dərs deyən müəllimlərimiz var, onların hansı ki elmi kitabları var idi. Və məqsədimiz sadəcə olaraq ictimaiyyətə elm adamları tanıtmaqdır. Təqdimat mərasimində Biləsuvar rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov açaraq müəllifi təbrik edib və onun yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib. Tədbirdə rayon ziyalıları, müəlliflər və kitab haqqında bəhs edən elm adamları iştirak ediblər. Çox gözəl qiymətləndirirəm. Həqiqətən də Biləsuvar rayonu üçün, Biləsuvar cəmiyyəti üçün çox böyük bir hadisədir və bu kitabda yer almaqdan çox qürur hissi duyuram. Mənim öz kitabımda Biləsuvar, həm də Azərbaycan müəllimləri üçün, ingilis dili müəllimləri üçün metodik bir vəsaitdir. Düşünürəm ki, bu kitab vasitəsilə də bir vəsilə oldu ki, kitabımız haqqında məlumat işıq üzü gördü. Yurdumun Elm Adamları kitabı, mən deyərdim ki, ictimai əhəmiyyətinə görə ölkəm bölgədə ilkdir. Bu kitabın ərsəyə gəlməsindən məqsəd dünya əhəmiyyətli Biləsuvarlı elm adamlarının ictimaiyyətə, gənclərə tanış etməkdir. Hesab edirik ki, hər hansı bir elm adamlarımız bu kitabda yer almaya bilər. Yəni bizim üzlü səbəblərdən bu mümkündür. Yəni biz maksimum dərəcədə biz çalışmışıq ki, tam olaraq əhatə olunsun. Kimlərsə varsa, yəqin ki, üzrlü hesab edər. Gələcəkdə kitabın təşkilləşmiş variantı çap işıq görəcək və həmin alimlərimiz də bu kitabda yer alacaqdır. Sonda çıxış edən Səlamət Rəhimov gələcək yaradıcılıq planlarından söz açıb. O tədbirin təşkilatçılarına və bütün ədəbi dostlarına təşəkkür bildirib. Cəmlə Nəsir qızı İlqar Müstəfayev, Həcər Həsənova bugün informasiya proqramı üçün.